Birinci, problemi etiraf et və onunla üzləş. Bəzi insan problemi səhv başına gəlib özünü haqlı görür yenə də. Hər hansı problemi həll etməyin ilk açarı onu etiraf etmək və onunla üzləşməkdir. Onu görməzlikdən gəlmə, qorxma və təslim olma. Yəni, gecikdikcə problem daha da böyüyər və ağırlaşar. İkinci, həmən bir problemi analiz elə, ona elə bax ki, yəni, bu olacaqsa bundan qaçınmaq mümkün deyil. Və həmçinin səndən başqa dostlarından da başına belə bir hadisə gəlib, bu yolla daha sakit və ağıllı düşünərsən. Çünki bu səndəki psixoloji təzyiqləri azaldar. Üçüncü, şükür et. Problemin sənin baxışlarında böyüdüyünü unutma. Ondan daha böyük bəladan qurtulduğuna görə Allaha şükür eylə. Hansı ki, bundan da böyük bəlaya düşər olanlar var.